Mən gecə ilə zəng vurdular ki, şeyini çıxılar ki, rasiya ilə. Qalxdım, dözə bilmədim. Su qovşana qalxdım. Dedilər, aşağıda 3-4 nəfər görünüb, gəlsinlər. Dedim, valla bizim bir qadının şeyinin tağından olmayıb. Dedilər, siz olmuşsunuz. Dedim, valla biz olmamışıq. Düşdük aşağı, silahlanmaq düşdük aşağı. Baxırıq, heç kim yoxdur. Ermənilər girmə padbala kəşfiyyatı. Hansı ki, düşmən tərəfiymiş, gizləniblər. Giriblər ki, Talış kəndi istiqamətində qalan bir Qaradakı var idi. Punkda hərbi hissəsi. Orada padvallar varmış. Giriblər orada. 6 erməni idi, hərbicisi idi. Onlar təhvil verildi. Ondan sonra su qovşan istiqamət təzdən qalxdıq. Girirdik Qaradakı, ac idik. Qaradakıda ermənilərə aid məxsus olan turşularını götürürdük, yuxarıda yiyirdik. Ondan sonra Ağdərə istiqamətində başladıq döyüşməyə. 5 noyabr vurdular mənim təzləm. Harada yaralanmışsınız? Su qovşanda. Su qovşan çox çətin yerdir. O fışqa deyilə fışqanın yanında vurdular. 2 gün yatdım xəstəxanada. Sonra təzləm bir də qayıtdım. Ağdərədən fışqanın yanından yenə döyüşə gedəndə 8-ci gün idi. Günorta iradələri də girəsən. Axşam yapılır. Komanda gəldi ki, durun, yandıq. Biz giririk Ağdərədə çox böyük bir yerlər vardı, oralara götürməyə. Gedərək yandıq. Cənab Prezidentin sərəncamı gəldi ki, müharibə bitdi. İmzalandı. Uşaqlarla sevindik, kədərləndik. Kədərimiz o idi ki, şəhidlərimizə görə. Sevincimiz də o idi ki, 29 il mənfur düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad oldu. Sevincimiz o idi. Cəmaatın bizə olan dəstəkləri, onları, həkimləri. Adı düz dedi, insan ürəyi dərdi atılanda elə deyirsən, adı media işçiləri bizimlə idi. Sizlər bax bizimlə idiniz. Bəli, bizim ailələrimiz, bütün dünya bizlərin gücünü, Azərbaycan xalqının gücünü sizlərin sayəsində gördü. Allah sizləri də var eləsin. Onu da unutmayaq. Bəli, həkimlərimizin çox dəstəklər oldu, xalqımızın. Hətta onu da deyim, Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedəndə bir qoca arvad idi. Ay bala dayanın, maşın, kolon gedir, onu saxlamaq olmur axı. Hərbi kolondur. Yaşlı nənə də qoca arvad dedim, üzrürsəm ifadəmə görə, yaşlı nənə idi. İnanın ki, deyim də sizə bir belə ağ salafanın içində 4 çörəyi də arasında qatlı. Bax, onu unutmaq olmur. Sonra... O özü hazırlanmışdır. Özü hazırlanmışdır. Ki, siz ac olmayasınız. O qəhər niyə tutur? Xalqımızın dəstəyi. Ondan sonra, xalqımız bizə çox arxa dayağı oldu. Onu unuta bilməyə heç var. Göstərdi. O da bizim zabitlərimiz. Bizə təzə zabit gəlmişi Quleyfov, onun döyüş taktikaları. Mövsümün için kombatımız idi, Ərzan idi. Zabitlərimizdə olan taktikalar olmasaydı, hər bir taktikası. Valla şəhidimiz çox idi. Prezidentimizin siyasəti. Biz orada döyüşürdüksə, prezidentimiz arkada siyasəti ilə, öndə də arkada da siyasəti ilə, bəli. Prezidentimiz olmasa biz çox idi. Şəhidimiz çox olacaqdı. Bəli. Çünki ola bilər. Elə şey var ki, bilmirik, amma erməni 29 il bizim torpaqlardan çox istifadə elədi. İndi hal-hazırda istifadə edə bilməyəcək.